Salam balaca rəssamlarım və rəssamlığa marağı olanlar. Bu video sırf antik baş heykəlin qurulması və dizayn, DTS imtahanına hazırlaşan uşaqlar üçün hazırlamışam. Deməli mənə deyirlər ki, müəlliməm, mən bu antik başı yanaki, yəni profildən işləyə bilmirəm. Mən də deyirəm ki, ilk növbədə uşaqlar, bu qayda kimi yadınızda saxlayın. Bu göz var, burun var, qulaq var, ağız var. Siz həmişə bunu düzünə işləmisiniz, elə deyilmi? Yəni ön fasaddan işləmisiniz məsələn. Bunu məsələn dodağı quranda biz necə eləyirik? 5 dənə halqadan qoyuruq. Biri ən böyük, 2 dənə buradan ellips atırıq, 2 dənə də altdan, ortadan dodağın formasını baba bunlar vasitəsilə veririk. Üstdən də bunu, altdan da bunu birləşdiririk. Və dodağımız hazırdır. Məsələn 2 dəqiqədə, 2 saniyədə, 5 saniyə. Siz sadəcə bunu bu formada yoxlamısınız. Yəni sən bu dodağı fırlatmamışsan, sağa baxmır, sola istiqamətə baxmır. Adəcə burnu həmişə düz formada işləmirsən. Məsələn bu düz forması da elə deyil. Amma sən burnu bu formada işləməmişsən. Yəni yanaki olanda qurma xəttlər dəyişir. Yəni bu xətt ki var, 2 dənə qoşa xətt, bu yana gedir. Bu da belə gedir. Artıq yəni bunların istiqaməti bu formada olaraq dəyişir. Yəni siz bunları fırlatmadan birbaşa heykəl üzərində fırlatmanız biraz gülünc yaranardı. Yəni ona görə mən deyirəm ki, siz burnu işlədiniz, onu 3 fərqli istiqamətdə işləyin. Ağzı işləmirsən 3 fərqli istiqamətdə işlə. Qulağı işləmirsən hər tərəfdən onu işlə. Sonra bunları birləşdirəndə birbaşa heykəldə başa düşəcəksən. Yəni bunun üçün sırf qayda da desəm kub qaydasıdır. Şortda da bölüşdüyüm kimi bu ön, yəni kubun ön hissəsi üzü nəzərdə tutulur. Bunu məsələn qırmızı ruçka ilə göstərsəm, məsələn bu hissə var ya uşaqlar. Bu elə bir kubun üzüdür. Yəni bu hissədir. Bu qulaqdan bu hissə isə bu hissəni nəzərdə tutulur. Ona görə xəttlər necə gedir? Yuxarıya doğru. İndi məndə məsələn ön fasaddan heykəli aşağıdan yuxarıya baxdığıma görə bu xəttlər belə gedir məndə indi. Hal-hazırda mənim çəkdiyimdə belədir. Amma normalda xəttlər belə istiqamətdə gedir. Məsələn göz çəkmirik, uzaqdan göz gedirsə məsələn göz bu tərəfə gedəcək, xəttlər, istiqamətlər. Yəni bir belə qalmayacaq, düz qalmayacaq. Xəttlər biri belə paralel formada bir-birini izləyəcək. Yəni əslində bunu çəkəndə başa salacağam sizə. Yəni belə bir şeylər var. Onun üçün mən heykəli yanaki işləyə bilmirəm, heykəli bu formada işləyə bilmirəm demək əvəzinə uşaqlar onu hər tərəfli sadə parçalara bölün. Sonra birbaşa bu belə formaya keçin. Yəni sizə ən sadə başa salınacağım ən sadə versiya odur. Əgər o da sizə çətin gəlirsə, yəni kontaktda bildirin, yəni rəylərdə bildirin ki, müəllim onda hissələr bizə necə işləməyimizi göstərir. Onu da sevə-sevə mütləq siz üçün eləyərəm. İndi başlayaq bu heykəli necə işləmişəm. Ümid edirəm görürsünüz. Bu daha tündür, çünki bunu qara qələmlə işləmişəm. Yəni indi hal-hazırda sadə karandaşla işləyəcəm. Baxın. Heç pozan zaten hər şey göstərir buradan. Burada da məsələn, indi biz nə deyirdik? Burada məsələn bir səhvə yol vermişəm. Sonradan fikir verdim. Bunu inanırsınız uşaqlar. 6-7 dəqiqə, ən ölüsü 10 dəqiqədə bunu tez bitirdim. İndi bu başa salacağım deyə, yəni indi danışıram da, yəni hal-hazırda danışdığım ərəfədə mən bunu kompound kursunda indi eləmişdim. Amma danışanda adam sakit qalanda tez öz işini görür. Məsələn biz qayda nə demişdik? 3 paralel bərabər hissə. Burada burunla bu hissə çoxdur da, yəni elə olmamalıdır uşaqlar. Baxın, ölçürəm siz üçün. İnsanın özünü səhv çıxarmağı, yəni. Baxın, belə gördünüz. Bərabər deyil, amma bu hissə ilə baxın, bu hissə bərabərdir. Bu bununla bərabərdirsə, bura niyə bərabər olmur? Avtomatik bu hissələri çox götürmüşəm deməkdir. Amma ümumi bir heykəl düzdür. Yəni bu da bir balast kəsilmə şeyidir uşaqlar. Bax, sürətli çəkdin. Bir dənə söz var. Ucu getdi. Sürətli işlədim. Fikirləşə işləsəm bu səhv olmayacaq. Mən fikrim ancaq şey idi ki, sizə necə videonu çatdırım ki, tez bazar işləyək. Uşaqlar, ümumiyyətlə heykəlin eyninə hündürlük söhbətim var. Bunun üçün də uzun bir karandaşdan, yəni qələm uzadıcıdan istifadə edə bilərsiniz. Hər hansı bir fırçadan da istifadə edə bilərsiniz. Amma orada qoymaya da bilər. Xəttkeş qətiyyən olmaz. Məsələn, baxın, eyni məsələn bu qədərdir. Eyni hündürlüyünə neçə dəfə yerləşir sözünü bilməyənlər var hətta kanalda. Eyni budursa, hündürlüyünə bir karandaş, 2 karandaş götürə bilərik.
2 karandaş götürə bilərik. Bu 1 millimi mən bu indi sizə sadə olsun deyə 2-nin 1-ə. Məsələn, bu mənim birimdirsə, buradan buraya. Uşaqlar, indi kursa gedirsiniz. Müəllim sizə ölçünü başa salır, siz də başa düşmürsünüz. O da avtomatik sizə asan olması üçün barmaq temalarını, hər hansı bir ölçü nisbətlərini başa salmaya çalışır. Amma akademik qaydada karandaşla ölçməyi bilməlisiniz uşaqlar. Bilməmək biraz ayıb olar. Çünki siz indi bunu öyrənəndə rahat versiyada. Məsələn, barmaq bu qədər qalsın. 4 barmaqla belə qoyanlar var. Yəni sən akademik ölçümü bilməsən, o sənin üçün çox problem yarada bilər. Okay, dizayn ixtisasında qabiliyyət önəmli deyil deyənlər var. Mənə gülmək tutur. Nə üçün bilmirəm. Nəysə boş verək. Bu hissələrə getməyək. Hər hansı şeyə görə qabiliyyətin olmasa da olar deyənlərə mənə gülməli gəlir. İxtisas nədir? Rəssamlıqla bağlılığı vardı, təəssüf ki. Əlbəttə ki, kompüter dizaynı buna aid deyil. Nəysə. İndi burada bir dənə nüans var. Uşaqlar məsələn bu eni hündürlüyünü tapdın da, hə? Başlayır 2 saat bunun kubunu düz bucağını çəkməyə. 100 dəfə bunu pozur, düzəldir. Mən indi burada xətər-xətər, yəni önümə gələn bir xətti çəkdim. Mənə əsas olan nədir? En hündürlüyünün nöqtələrini tapım. Mənə əsas budur. Mənə 2 saat bunun tüppələm düz çəkməyə ehtiyac yoxdur qətiyyən. Çünki vaxt itirirəm mən. Mən burada qabiliyyət imtahandayım və mən bu hazırda vaxt itirirəm. İndi görürəm ki, uşaqlar bu işıqda nəsə bu çox açıq görsənir. Ən yaxşısı mən bunu qara qələmlə necə işləmisəmsə, yenə burada da elə eləyim. Ən yaxşı formada. Çünki görürəm ki, görsənmir. İşıqda desin zəifdir, bilmirəm nədir. Əlim keçir bura, avtomatik qaralır. Bir dəqiqə. Aha, bununla işləmişdim. Elə yenə bununla da davam eləyək deyirəm. Deməli, uşaqlar, biz buna aid, enini, hündürlüyünü tapmışıq. Baxın, belə də göstərim. Bunu tapdıqdan sonra mən elə bir heykəlimin mərkəz xəttini tapıram. Heykəlin mərkəz xətti nədir? Budur. Ötəri bir dənə xətt aparıram buradan. Təqribi sifətini elə bir xəyal eləyirəm kimi fikirləşin. Bu xətt dəyişə də bilər. Yəni, konkret deyil, eyni, yəni tam dəqiq yerini tapdıqdan sonra tündləşdirərsiniz. Okay. Zaten o köməkçi xətti daimi olmasına ehtiyac yoxdur. Və mən bilirəm ki, heykəlimin bu hissəsinin ölçüsü, yəni bunlar harada bərabərdir. Bilirəm ki, bu alın hissəsinin və burun bitiş nöqtəsi ilə burunun, yəni alt hissəsi ilə bunlar 3 paralel xətt olaraq getməlidir. Elə deyilmi? Bu ölçünü dəqiq konkret bildiyimə görə mən bunu da tapa bilirəm. Məsələn, bunun arasında məsələ nədir? Yəni, bu çoxdur, bu millim azdır. Bu da buna bərabər kimi şey. Əgər bunun ölçüsünü bura qoysam, baxın, bunun ölçüsünü qoyuram bura. Baxın, millim fərqi var. Yəni, demək olar ki, buna bərabərləşdirə bilərik. Yəni, uzun sözün qısası bu deməkdir. Mən burada təqribi bir ölçü götürdüm. Bu ölçünü bunun yarısı kimi götürsəm, tacı çoxdur da saça nisbətən. Bunu az, bunu çox götürə bilərəm. Yəni, biraz da aşağıya sürüşdürə bilərəm. Baxın, belə də eləyə bilərik. Bunun ölçüsünü götürürəm. 3 dəfə paralel bölürəm. 1, 2. Baxın. 1, 2, bir də 3. Burada buradan götürürüm. Baxın, belə. Düşün. Bunları xətt kimi aparırıq. Düşün. Nəsə, yəni buradan çoxaltmayı istəyirəm. Qaldığım vəziyyət biraz yaxşı deyil. Və bu hissə də avtomatik buna bərabər olur. Baxın, tac hissəsinə bərabər olur, boyun hissəsi. Tacın da ölçüsünü bilirəm. Buradan karandaş vasitəsilə, karandaş deyil, qələmdir bu. Buradan da buna götürdüm. Yəni, bu hissə bərabərdir yuxarıdakı hissəyə. Düşün. İndi mənə lazımdır. Mərkəz xətt budur. Mərkəz xətti tapmışam. Mərkəz xəttə əsasən kompanovkada nə demişdik? Bu kubdur da, insan üzü kub kimi nəzərdə tutun. Kubda da elə bir saçın bu hissəsi necə düşür? Aşağıya meyil eləyir. Buradan da qulaq. Qulaq da necə olur? Baxın uşaqlar. Qaşa elə bir düşür aşağı. Bu da buna bərabər. Burnun yerini bilirəm. Qaşı da bilirəm. Belə gedəcək də. Avtomatik qulağın yerini tapmış oluram. Buradan da çənə hissəsidir.
Əgər bu ötəri komponovka eləmək istəyirsinizsə, bu ən yaxşı üsuldur. Bu da boyun hissəsidir. Qulağın elə bir buradan saç başlayacaq. Buradan düşür aşağı. Buradan da. Burada əsas ölçü hissələrini bilsəniz, siz üçün yəni qurmaq çox asan olacaq. Baxın, bu boyun hissəsidir. Buradakı məsafəni hardan bilirəm? Bu da buna bərabər olduğuna görə. Baxın, yenə eyni şeyi burada təkrarlayıram. Biraz qısaldacağım, çünki bu buradan biraz fırlanmalıdır uşaqlar. Bunu da buradan salıram aşağı. Bu hissə də bura bərabərdir. Baxın. Baxın, necə sürətli işləyirəm. Yəni 2 saat fikir eləmirəm. Ayda mən bunu necə tez işləyim və ya siz elə bir həm fikirləşə işləyirsiniz, həm sürətli işləyirsiniz. Yəni əsas işinin komponovkanı nə qədər sürətləşdirsən, xırda detallara enməyində bir o qədər asan olacaq. Baxın, fasadını, yəni ümumi komponovkanı eləmişik. Tac hissəsində bilirik ki, buradan buraya kimidir. Tac ümumiyyətlə saçla bir yerdə, saç buradan fırlanır. Tacı belə gələcək, baxın, fırlanacaq və düşəcək aşağı. Buradan da saç başlayır. Baxın, ümumi qurmanı eləmişik. Və burada əsas hissədə də, baxın, çənə hissəsində bu gəlir. Buradan gözlər başlamır. Burada artıq gözlər yerləşəcək. Göz hissəsində buradan bir çuxur yaradırıq. Almacıq sümüklərin yerini qoyuruq. Baxın. Endirdim. Qaldırdım. Aşağıya doğru. Çənə hattını elədik. Buradan bir halqa yaratdıq. Həmişə çalışın. Çənəni elədikdən sonra çənədə arasında bir boşluq olur. Boşluqdan sonra baxın burada bir ağız yerləşəcək. Bunu da yerinə hələ dəqiq qoymuruq. Və aralarında bu qədər məsafə olur çənənin dibində. Bəzi insanlarda heç fərqli olur anatomik quruluşunda. Tam dibindən gəlir, o heç kökəlir və ya üz quruluşunda elədir. Amma bunda belə deyil. Baxın bu formada. Buradan da qalxır və alın hissəsi yaranır. Baxın, 2 dəqiqədə biz bunun komponovkasını elədik. Yəni çox da böyük bir şey deyil. Yəni özünüz gözünüzdə qorxutmayın. İndi mənim baxdığım Dianada indi fərqli ola bilər. Bəzi uşaqlar deyər, mən bu Dianadan biraz fərqli oxşuyur, o da ola bilər. Amma heykəlləri quranda çevik fikirləşməlisiniz. Çünki siz vaxtla yarışırsınız uşaqlar. İndi göz, burun onlara da toxunacağım. Baxın, buradan heç belə eləyəcəksiniz. Baxın, bu formada sürətli, tələsmədən də eləmək lazımdır əslində. Amma mən sizə tez başa salmaya çalışıram. Çünki kanalda inansız 30 dəqiqəlik video da var. Uşaqlar yəni ya baxmağa şeylirlər, ərinirlər. Ona görə mən də daha sürətli çəkməyə çalışıram ki, baxın bu uşaqlar kubun üzü budur. Çalışacağım ki, kubla da bağlı 1-2 detalları var. Ona da sırf bağlı video çəkmək istəyirəm. Video kontent yaratmaq istəyirəm ki, ona da baxın ki, sizə daha çox asan olsun. Bir dəqiqə. Bu niyə bu qədər uzaqdır? Buradan biraz yaxın eləyək bunu. Buradan yaxın olmalıdır uşaqlar. Çox uzaq olub. Görürsünüz. Bu heç buradan gedəcək. Ya da bunu biz kölgə də eləyə bilərik. Sanki işıq bu istiqamətdən gəlir, işıq buradan gəlir. Burası da onun kölgəsiymiş kimi. Baxırsınız, gördünüz. Yəni ayda gedim mən bunu pozum, səhv eləmişəm? Yox. Normalda əgər işıq oradan gəlirsə, burası bir kölgə hissəsidir. Kölgədə belə olmur. Biz zaten qələmlə işləyirik. Sadə qardaşla işləmirik. Saçın ümumiyyətlə saçın ştrixlənməsi ilə də bağlı video sizə atacağım inşallah. Nəysə, bu formada. İndi göz, burun. Bilirsiniz ki, insanın üz quruluşunda burnun çox önəmli bir yeri var. Burnun uzunluğu, gözəlliyi falan qoyaq yerinə. Burnun harda yerləşirsə, gözün də yerini tam tapa bilərik. Gözün yerini tapanda isə ağzın yerini tapmış oluruq. İndi burnun formasına baxın. Ümumiyyətlə qaşların yerini biraz qaldırmaq istəyirəm. Burnu da buradan biraz qaldıracağım. Bu yanakıdır. Qayda necə idi belə? Görürsünüz bunu. Burada eynisini tətbiq edirəm. Buradan bu halqa hissəsini edirəm. Burada ikinci halqa. Üçüncüsü görsənmir. Bunu deşik görürsünüz. Burun deşik görsən. Burada da burun deşik görsən. Gözün yerini təyin edirəm. Avtomatik xəttlərimiz necə gedəcək? Aşağıya doğru.
Bunun genişliyini əsasən gözün genişliyini tapıram. Yəni buna qədər genişlikdədirsə, gözün də ümumi genişliyi o qədərdir. Baxın. Tak burada. Gözü də tam çəkmirik. Buradan o göz çuxurunda olur ya uşaqlar xəttlər. Bunları eləyirik. Göz qapağının qalınlığı. Qaş hissəsi. Buradan da bunu kölgələndirik. Burada da uşaqların problemi nədir? Buradan da bu xətt var axı. Burada da bu tərəfdədir axı. Yəni burnun o istiqamətində. O da görsəmədiyinə görə biz təqribi buradan xəyalən. Buradan bir göz çəkirik. Buradan gedir o içəriyə. Sonra buradan çıxır. Gözün qapağı alt hissəsi. Və buradan da belə qalınlığı yaranır. Bunda da problem yaşayırlar. Bax bu formada. Bu qədər sadə. Bu da heç bu hissədir uşaqlar. Bunu çaşdırmayın ha. Şu. Bunu da elədik. Avtomatik gözün yerini tapıram. Göz deyirəm. Ağız hissəsini buradan salıram. Buradan da belə. Bax buradadır. Ağzımız buradadır. Yerləşir. Bunun üçün birinci neyinirdik? Bir dənə xət aparırıq. Sonra isə halqalardan. Bu da bu yarımçıq olacaq. Bu bir daha geniş olacaq. Çünki o istiqamətdədir. Bu biraz az olacaq. Bu daha geniş olacaq. Altdan gətirirəm belə. Həmişə ortadan eləyirik. Baxın. Buradan da tak ayırtdık. Şu. Bu qədər sadə. Bunu biraz bilindirək. Bilindirmək istəyirəm. Sadəcə bu videoda qurmasını göstərdim. Çox sadə bir formada göstərməyə çalışdım uşaqlar ki, sizə asan olsun. Bunu buradan eləyəcək. Qulaqda da tam ötəri formada, yastı formada olur qulağı. Bu sizə qurma qaydasıydı. Çox sürətli istifadə etdim. Baxın, burada məsələn yavaş-yavaş öz xatumdan 10 dəqiqədə işlədiyimi burada sizə təzədən göstərmiş oldum. Bu hissəyə görə narahat olmayın. Burada məsələn siz qurma qaydasında həmişə xırda detallara eləməyin. Əsas oxşarlığı yekunda əldə edin. Belə ümumi gedəndə qorxa-qorxa etməyin. Sizdə ən böyük problem nədir uşaqlar? 1000 dəfə pozursunuz, 1000 dəfə karandaşınızın keyfiyyətindən tutmuş vərəqin keyfiyyətinə hamısını orada zədələyirsiniz, döşürsünüz, deşirsiniz. Sonra ştrixləyəndə də nə olur? Ləkə yaranır. Ləkənin ən böyük başlıca problemi nədir ki, siz ya karandaşınızı rəngli karandaşdan istifadə etmirsiniz ki orada. Sadə karandaşını çox sıxmaydan gedir. Sıxırsınız. Avtomatik bunu siləndə nə qalır? İzi də qalır və vərəqin öz keyfiyyəti də getmiş olur. Belə hissələrdə diqqətli olun. Məncə bu daha qəşəng oldu. Danışanda nəsə mən alındıra bilmirəm. Option, ümumiyyətlə qabiliyyət imtahanında heç kimdən söhbət etməyin. Tövsiyə etmirəm. Kimdənsə fikir almaya ehtiyac yoxdur. Çünki siz orada əldə etdiyiniz bilikləri orada nümayiş etdirirsiniz. Kimdəsə orada fikir almağınız məndə çox məntiqsizdir. Yəni belə, heç kimə də maneçilik törətməyin, heç kim də sizə törətməsin. Çünki orada siz susub öz işinizə fokuslanırsınız. Digər videolarda görüşənədək hələlik ümid edirəm ki, bu video sənə həmçinin biraz motivasiya verir.